Evladlarımız da dönüp kafir olurlar. Mevlana Ali, nəvəmi gətir. Nəvəsi gəlib təzim edir. Teymur əlini salıb onun sinəsindəki kitabı çıxarır. Nəsiminin divanıdır bu. Lənətullah əleyhim əcməin. Hökmdar, rəhm elə, nəvən körpədir. Günah onun müəllimindədir. Bax, bu məlun qocada. Varislərin nahaq etibar eləyirsən ona. Mənim nəvəm bir ətək qızıl verib bu kafir əşarına. O dinsizlər yuvasından gətirdi, Bakıdan. Allah sən ya. Gecələr siz İslam ulemasının oğul uşağı bunun çadırına yığışır. Müqəddəs Qur'an əvəzinə Nəsiminin qəzəllərini oxuyurlar. İndi nə eləyək? Edam eləyək varislərimizin hamısını. Şirvanda xanəndələrin dilindən düşmür bu qəzəllər. Bütün Səmərqənd oxuyur bu qəzəlləri. Bütün Xarəsm, bütün Mavərənnəhr. Nə olub cənab Seydlər? Cəmaat niyə belə vurulub bu hülufi şairinə? Cavab verin. İlahidən heç nə gizlin deyil hökmdar. Nəsiminin əşarı qüdrətdən yaranır. Şairin kəlamı ilə Allah Taala öz istəkli bəndələrinin qəlbinə nur saçır. Onlara mələk ruhu bəxş edir, gözəlləşdirir. Eşitdiniz, Mövlana Əli necə bəraət verir? Tək deyil o. Bir çox adlı sanlı Seydlər də bu fikirdədir. Demə Nəsimi Tanrının ən əziz bəndəsidir. Allah onun sifətində təcəllə edir. Küfrüdür, müqəddəsata təhqirdir. Dinə təcavüzdür. İslamın bətnində qara yaradı bu. Cənab Seydlər. Teymur deyir bunu sizə. Teymur Ləng axsıya-axsıya Nəsimiyə yaxın gəlir. Hamı mənə Peyğəmbərin elçisi deyir. Təzim edir mənə. Təkcə siz itaat eləmirsiniz. Niyə? Sənin hakimiyyətin qılınc və qorxu üstündə bərqərardır. Xırda həşərat, iri həşəratdan qorxur. Qoyun qurtdan, gücsüz adam güclüdən. Cəmi bəşər də Allahdan. Dünyanın özü qorxu üstə bərqərar deyil. Güclü gücsüz insan yoxdur. Kamil insan var, bir də cahil. Cahilin tərz həyatı, heyvanatın tərz həyatı ilə doğrudan doyğundur. Qılınc, küllü qırğın, din, Allah xofu, hamısı hökmranlıq üçün gərəkdir sənə. Əcəlim çatacaq, mən də köçəcəyəm bu dünyadan. Amma Allah xofu çıxmayacaq insanın canından. İldırımı, dolusu, tufanı var bu dünyanın. Seli, daşqını, zəlzələsi var. Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq. Və heç nədən qorxmayacaq. Qorxusuz insan, insan deyil. Qudurmuş itdir. Teymur yanındakı döyüşçünün xəncərini çıxardıb Nəsimiyə yaxınlaşır və onun qollarındakı kəndiri kəsir. Gözdən qoymayın bu iblisi. Nə oldu? Ya bıraxdı? Hökmdar! Hökmdar, onu sağ bıraxmaq var! Nə istəyirsiniz? Hər səfərdə vardatımın yarısını sizə verirəm. Və siz nə verirsiniz mənə? Hanı sizin kəlamınızın qüdrəti? Nə vaxta qədər baş kəsməklə qalib gələcəyəm mən? Alın cəhəndəvərində bir nəfər də baş papaqlı qalmamalıdır. Başpapaqlı qalmamalıdır. Başpapaqlı qalmamalıdır. Başpapaqlı qalmamalıdır. Kafir Fəzlullah tikətki olmalıdır. Ketki olmalıdır. Ketki olmalıdır. Ketki olmalıdır. Başla. Başlayın. Bu əmrdən sonra atlara qamçı vurulur. Nəiminin bədəni hissələrə parçalanır. Dəhşətə gələn adamlar qaçışmağa başlayır. İnsanlar kütləvi şəkildə qətlə yetirilir.
Şirvanşah Teymurun yanına gəlib təzim edir. Çağırdım, tapşırım ki, o iblisi, Nəsimini, Hirufi ocağında edam edin, Bakıda. Qoy əbədi dərs olsun. Əmin ol, şahlar şahı. Sağ qalanlar meyitlərin üstündə ağı deyir, ağlaşırlar. Hər tərəf insan cəsədi ilə doludur. Kişi, qadın, uşaq meyitləri bir-birini qarşır. Qarlar qızlar bu mənzərəni seyr edirlər. Nəsimi miskin görkəmdə, başında çalma, əlində əsa, baş verənlərə acıyaraq dərin düşüncələrə qərq olur. Bu vaxt Şirvanşah İbrahim orada görünür. Teymur sakitləşdi. Çıxıb gedir. Qocalıb Teymur, sinirləri xəstədir. Varislərinin arasında birlik yoxdur. Azərbaycanın xilasına çox qalmayıb şair. Başsız bədəni xilas eləyəcəksən? Mən Fəzildən keçdim. Səni saxladım. Sən əvəz elərsən onu. Gedirəm. Vətəndə mənim muradım hasil olmadı. Dayan! Nizamidən sonra bizim ikinci belə şairimiz olmayıb. Sənin divanın bir orduya bərabərdir. Qal, kömək elə! Ala bilmərəm şah. Ne üçün axı? Çünki divanın bir orduya bərabərdir. Sənsə ikinci ordu istəmirsən. Fəzli öz taxtına qurban verdin. Müridlərin qanını su yerinə axıtdın. Qulluq eləyə bilmərəm mən sənə şah. Mənə yox, sən Azərbaycana gərəksən. Bəşəriyyətə gərəyəm mən. Əlvida. Nəsimi yola düzəlir. Dəyirman öz işində hərəkətdədir. Nəsimi diyar-bədiyar gəzərək hürufiliyi təbliğ edir. Günü-gündən müridlərin, həmfikirlərinin sayı çoxalır. Hər bir tazə yaranış bir fədakarlıq bəhrəsidir. Tazə yaranan ölüb gedənin cəsədi üzərində pərvəriş tapır. İnsanın sifətində baş verən dəyişilmələr, kainatdakı dəyişilmələrə uyğundur. Günlər, həftələr, aylar, illər insan üzünün cizgilərində əks olunur. İnsanın üzü böyük kitabədir. Bu kitabəni oxusan, Xaliqin sirrindən agah olarsan. Günəşin hərəkət qüvvəsi, günəşin öz bətnindədir. Əvvəl cisim yaranıb, sonra cismin adı. İnsan cəmi cisimlərin təzahürü və Xaliqin ən gözəl yaranmışıdır. Olmuşam haqqı, ənəl haqq söylərəm. Haqq mənəm, haqq məndədir, haqq söylərəm. Ənəl haqq! Ey bülbül-ü qüdsi, nə giriftar qəfəssən, sındır qəfəsi, tazə gülüstan tələb eylə. Günlərin birində Nəsimi Yusiflə rastlaşır. Yusif? Teymur ölüb, bilirsən? Çinə gedirmiş, bir tuluq şərab içib ürəyə yatıb. Div ki div. İran şahla Şahrux öz qardaşları Ömər Mirzə ilə vuruşurlar. Teymurun səltənəti dağılır.
Fürsətdir, şahla birləşək. Yenə istəmirsən. Niyə? Kamil insan qeyri-kamillə birləşə bilməz. Hamının kamilləşməsi üçün 1000 il lazım. Əlbəttə. 1000 il yaşamaq xəyalındasan. Hər yerdə səni axtarırlar. Dara çəkiləndə də kamillik fikrində olacaqsan. Bizim ölümümüz də insanın kamilləşməsinə xidmət eləməlidir. Əlvida. Vəhdətin şəhrində seyran eylərəm. Mən səni cismimdə heyran eylərəm. Sirrimi aləmdə pünhan eylərəm. Adəmi həm hək, həm insan eylərəm. Həzl-i həqdir vaqifi əsrarımız. Həzl-i həqdəndir həmə ənvarımız. Həzl-i həq göstərmiş idi karımız. Həzl-i həqdir, həzl-i həq memarımız. Ey özündən bir xəbər qafil oyan. Həqqə gəl ki, həq deyil batil oyan. Olma fani aləmə mail oyan. Mərifətdən nəsnə qıl hasil oyan. Nəsiminin qəzəlləri dildən dilə düşür. Dərvişlər əsərlərini oba-oba, el-el gəzərək oxuyurlar. Ey özündən bir xəbər qafil oyan. Qafil oyan, qafil oyan. Həqqə gəl ki, həq deyil batil oyan. Qafil oyan, qafil oyan. Olma fani aləmə mail oyan. Qafil oyan, qafil oyan. Mərifətdən nəsnə qıl hasil oyan. Qafil oyan, qafil oyan. Olma fani aləmə mail oyan. Qafil oyan, qafil oyan. Mərifətdən nəsnə qıl hasil oyan. Qafil oyan, qafil oyan. Qala qapıları ağzında Nəsimi bir atlıya müraciət edir. Bu, Yusifdir. Ey Sarban! Nəsiminin adını eşitmisən? Kim eşitməyib onun adını qoca? Nəsiminin əşarı dillər əzbəridir. Bu dərvişlər də dünyanı gəzib onun qəzəllərini oxuyurlar. Konya'da olublar, Heratda, Bağdadda, Şamda olublar. Təkcə bura Hələbə yol tapırlar. Əmir izin vermir. Paltar ver libaslarını dəyişsinlər. Gözün üstə qoca. O, dərvişlərə yeni libaslar verir. Yusif Nəsimini tanıyır. Nə tez qocaldın, şair. Tez? 48 haqqannas yaşımdı. Bir il Sultan Bayezidin zindanında yattım. Bir il Sultan Muradın zindanında. Bir ildə Bağdad əmirinin. Hər zindan ilini 48 il say hesab elə. Neçədir yaşım? 144. Biz getdik. Dayan, ehtiyatlı olun. Hələb əmirinin zindanına da düşsəm, yaşım 200-ə çatar. Müridləri tapın, Fatiməni soruşun. Gəlin. Fatiməni tapa bilməyəcəksən. Niyə? Misir sultanı sənin qətlinə fərman verib. Müridlərə divan tuturlar. Fatimə də gizlənir. Oğlun da. Ayrılıq ölümdən də bətərdir, Yusif. İnadın səni məhv eləyəcək. Getmə. Çəkil. Hələb küçələrini, dal-dalanları yorğun baxışları ilə diqqətlə izləyən şairin artıq saç-saqqalı da xeyli ağarıb. Canımı yandırdı şövqün. Ey nigarım, hardasan? Gözlərim nuri, iki aləmdə varım. Hardasan?
Bağrımı qan eylədi acı fərağın. Gəl yetiş. Eylə bi vəslət, şərab xoşgüvarım, hardasan? Səndən ayrı könlümə yoxdur vəfalı yarı dost. Ey cəfasız, hüsnü kamil yadigarım, hardasan? Yar üçün hər güşədə min div olur düşmən mənə. Ey səvadi əzəm-ü möhkəm hasarım, hardasan? Çün nəsimidir bugün əyyam-ı eşqin sərvəri. Ey şəkərləb, yar şirin ruzigarım, hardasan? Nəsimi Fatmanı, oğlunu axtara-axtara Hələb bazarına gəlir. İnsanların arasında əzizlərini tapacağı ümidi ilə ətrafına boylanır. Bu vaxt Şeyx Əzəm onu görür və tanıyır. Nəsimi. Şeyx Əzəm? Bu nə halətdir? Çərxi fələkdir. Ömrümün 40 ilini qul oldum ona. Bircə balamı öz əllərimlə qurban verdim. Axırda töhfəsi bu oldu. Şah əlimdən aldı var yoxumu, qovdu, vətəndən dərbədər oldu. İndi mən də asi olmuşam o gözə görünməzə. Gülmə, bu qoca kəlibə, izli ver. Ayaqlarına düşüm, ətəyindən öpüm. Nəsiminin qarşısına əyilir. Nəsimi onun qolundan tutub qaldırır. İzin ver, sizə qoşulun. Kömək elərəm. Şahdan qisas alarıq. İnan mənə, Allahdan dönmüşəm. Edam sözünü eşitcək, Nəsimi özünü meydana yetirir. Bir gənci edam üçün sorğu-suala tutublar. Bilirsən ki, Nəsiminin küfrünü yayan ölümə məhkumdur? Bilirəm. Oxuduğun qəzəl Nəsiminindir? Bəli. Kimsən? İmadəddin Nəsimi. Yalan deyir. O Nəsimi deyil. Kimdir bu bədbaxt? Nəsiminin şagirdlərindəndir. Nəsimini qorumaq qəsdi ilə hamısı belə deyir. Dara çəkin. Dayanın! Nəsimi lazımdır sənə. O cavanı azad elə. Elərəm. Hanı Nəsimi? Hüzurundadır. Neyle sübut ediyərsən ki Nəsimisən? Bu cılız bədənə iki cahan necə sığışır? Gülməyin! Şeyx Əzəm özünü yetirir. Mən onun qanını içərəm, amma gülmərəm.
Mühit Azam Nəsimi budur. Qayıt ustad. Yalvarıram. Qayıt. Qayıt. Nəsimi dar ağacına yaxınlaşır. Gözüm nuru. Bu bədbəxtlər heç vaxt bilməyəcəklər sən necə müqəddəs ucalıqdasan. Get. Həmişə uca ol. Get. Qəm yemə. Gedən cismimdir. Ruhum sizdədir. Əmir Əzəm buyur ləngitməsinlər. 1000 dəfə nəqd ölümdən qurtarıb bu məlun. Sizin mühakimənizə verirəm. Əmir Əzəm, sultanın hökmü var. Dərisi soyulmalıdır. Onun küfrü üzündən dünyanın yarısı etiqaddan məhrum olub. Kim bilir, neçə il keçməlidir ki, cəmaat haqq yoluna qayıtsın. Sultanın hökmü o vaxt icra olunar ki, siz fitvanı təsdiq edəsiniz. Qoy əvvəlcə Həzrət Şeyx özü təsdiq eləsin. Mən təsdiq edirəm. Hökm icra olunsun. Dərisi soyulandan sonra başı, əlləri, ayaqları kesilsin. Sultanın düşmənlərinə göndərilsin. Nəsimini edama hazırlayırlar. Qollarını dar ağacına bağlayır, köynəyini küləkdən cırırlar. Camaat diqqət, sonsuz kədər və vahimə ilə bu mənzərəni seyr edir. Nəsiminin dabanından başlayaraq dərisini soyurlar. Onun qanı yerə axır, cəlladın çiyninə sıçrayır. Nəsiminin rəngi saralır. Canını dişlərinə tutaraq çəkdiyi istirabı içindəcə boğmağa çalışır. Ağrının dəhşətindən başı çiyninə inir. Bu zaman Nəsiminin oğlu Fatma ilə birgə meydanda görünür. Görəsən bu yazıq neçənci Nəsimidir? Bu dəfə özüdür. Fatma huşunu